Mədə xorası olan xəstələr ilkin müalicə vaxtı və müalicə bitdikdən sonra diqqət etməli ciddi məqamlar yaranır. Bu məqamlar daha çox səbəbə yönəlikdir ilkin olaraq. Bu səbəblər əgər qidalanma fonundadırsa, qidalanma rejimimizə və dərmanlar fonundadırsa, dərmanların vaxtı-vaxtına düzgün qəbulu, yeməkdən öncə və ya sonra qəbuluna diqqət yetirilməli və uzun müddətli istifadə olunan dərmanlardırsa və bunlar mədədə ciddi xora yaradacaq dərmanlardırsa, profilaktiki və ya müalicəvi olaraq mədə dərmanlarından bir yerdə müalicənin aparılması uyğundur. Mədə xorası əgər stresə bağlıdırsa, müalicə müddəti ərəfəsində yanaşı stres və ya sinir problemlərini aradan götürülməlidir. Nevropatoloqun və ya psixiatrın konsultasiyası nəzarəti ilə bərabər bu müalicə aparılmalıdır və bundan başqa digər genetik xəstəliklərə bağlı yaranan xəstəliklərdirsə, mədə xorası ilə bərabər digər xəstəliyin müalicəsi də paralel aparılmalıdır. Mədə xorası tamamilə sağaldıqdan sonra, normal mədə halına gəldikdən sonra, təbii bu qastrit səviyyəsinə gəlib tamamilə qastrit də müalicə olunandır. Və bu səviyyə tamamilə gəldikdən sonra da bu xora təkrarlanmaması üçün, residivləşməməsi üçün altdakı səbəblərə diqqət olunmalıdır ki, bu səbəblərdən də ən birincisi qidalanma rejiminin və pəhrizin düzgün seçilməsidir.